Azərbaycanda sentyabrın 17-sində yağışlı hava şəraiti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən gündüz saatlarında yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın istiliyi gecə 16-19 dərəcə, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm və sütunu nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın istiliyi gecə 13-17 dərəcə, gündüz 17-22 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.